İptidai funksiya integral. Fx'in ibtidai funksiyası fx'in integrallaşması. Bu nə deməkdir? Məsələn, hər hansı bir AB, fx funksiyası hər hansı bir AB funksiyasında, yəni qiymətində kəsilməzdirsə, onda deməli mənfi sonsuzluqla müsbət sonsuzluq arasında və yaxud sıfırla müsbət sonsuzluq arasında qırılmadan, yəni qiymət alır. Bu halda yazılır. f'(x) bərabərdir fx alında. Məsələn, belə bir nümunə. Fx bərabər kosinus x. Bu deməkdir ki, kosinus x nədə diferensiyallanıb? Diferensiyallaşma, yəni törəməsi olubdur. Yəni, bunun cavabı sinusdur. Yəni, kosinus nəyin törəməsi imiş? Sinus x-in. Və yaxud yazıb fx bərabərdir ln x. Ln x nəyin törəməsidir? 1/x-in törəməsidir. Bu integralın işarəsidir. Buradakı fx dx-dəki bu fx isə integral altı ifadədir. Məsələn, cəmin integralını tapmaq üçün cəmin integralı ilə integrallar cəminə bərabərdir. Düstur olaraq belə qeyd edirik. Fx dx üstəgələk cx dx bərabərdir. İntegral fx dx üstəgələk integral cx dx. Məsələn, buna bir nümunə göstərə bilərəm. X üstü 7 çıxılsın 2x kvadratı üstəgələk 5x dx. Hər birini ayrılıqda yazacağım. İntegral x üstü 7 dx çıxılsın integral 2x kvadratı dx üstəgələk integral 5x dx bərabərdir. Hətta buradakı əmsallar 2 və 5 integralın önünə çıxa bilər. Olduğu kimi bunu köçürdürəm. Əmsalı olmadığı üçün x üstü 7 dx çıxılsın. 2 kənara, bax buradakı bu 2 kənara çıxır integralın önünə. X kvadratı dx. Buradakı 5 integralın önünə çıxır. X dx şəklində yazılır. Əgər kəsilməz törəməsi olan fx funksiyası törəmənin qeyri-müəyyən integralıdırsa, onun özündən mütləq fərqlənməlidir. Və yaxud m bərabər deyil 0 şərtində sabitə vururuq. Bu nə deməkdir? İntegralın önündə əmsal, yəni m fx vurulsun dx bərabərdir. M çıxır integralın önünə. Hal-hazırda nümunədə izah eləmişdim 5-in çıxmasının. Fx dx olduğu kimi qalır.